Salam əziz balalar. Bugünkü dərsimizə həmişə olduğu kimi dərsliyin səhifəsindəki A tapşırığının həlli ilə başlayacağıq. Tapşırığın şərtini oxuyaq. Aşağıdakı cümlələrdə ayaq sözünün mənasını izah edin. Ramilin ayağı əzildi, stolun ayağı təmir olundu. Göründüyü kimi birinci cümlədə Ramilin ayağından söhbət gedir. Yəni bu ayaq sözü insanın aşağı ətrafıdır. Bu ifadə daha əvvəl yaranıb. Cansız əşyaların da aşağı hissələri buna bənzədilərək ayaq adlandırılıb. Məsələn, stolun ayağı. İndi necə düşünürsünüz? Ayaq sözünün hansı mənası daha əvvəl yaranıb? Əlbəttə ki, Ramilin ayağı cümləsindəki, Ramilin ayağı əzildi cümləsindəki ayaq sözü daha əvvəl yaradılıb. Stolun aşağı hissələri stolun ayağı kimi adlandırılıb. Burada həm də həmin söz məcazi mənada işlədilib. Bax, bugünkü dərsimizin mövzusu da sözün həqiqi və məcazi mənası adlanır. Ramilin ayağı ifadəsindəki ayaq sözü həqiqi mənadadır. Stolun ayağı ifadəsindəki ayaq sözü isə məcazi mənada işlədilmişdir. İndi isə gəlin sözün həqiqi və məcazi mənası haqqında dərsliyin səhifəsində yadda saxla rubrikasında verilmiş məlumatla tanış olaq. Sözün əvvəl yaranmış mənası onun həqiqi mənasıdır. Məsələn, baş. Baş insanın və ya heyvanın bədəninin yuxarı hissəsidir. Məsələn, dəvənin başı. Bənzətmə əsasında sonradan yaranmış məna isə onun məcazi mənasıdır. Baş vəzifəcə böyük olan rəhbər mənasında da işlədilə bilər. Məsələn, baş həkim. Bax, burada baş sözü məcazi mənada işlədilib. İndi isə gəlin, bax, bu məlumatlardan istifadə edərək dərsliyin səhifəsindəki tapşırıqları yerinə yetirək. Cümlələri oxuyun, məcazi mənalı söz işlənən cümlələri müəyyən edin. Gəlin cümlələrimizi oxuyaq. Qapının ağzı təmiz idi, itin ağzında sümük var idi. Əlbəttə ki, biz bayaq qaydada da qeyd etdik ki, insanın və ya heyvanın hər hansı bir bədən üzvləri, nahiyələri bu sözün əsl mənasıdır. Məsələn, bu cümlədə gördüyümüz kimi itin ağzı. Lakin qapının ağzı isə sonradan yaranmış mənadır və bu sözün məcazi mənasıdır. Uşağın boğazı ağrıyırdı, çəkmənin boğazı enli idi. Bu cümlələrdə boğaz ifadəsi ilk cümlədə daha əvvəl yaranmış sözdür. Yəni o həqiqi mənadadır, uşağın boğazı. Lakin çəkmənin boğazı enli idi cümləsindəki boğaz sözü isə sözün məcazi mənasıdır. Yəni sonradan yaranmış, daha doğrusu uşağın boğazı ifadəsinə bənzətmə kimi istifadə olunur. Dəmir darvaza köhnəlmişdi. Arifin dəmir iradəsi var idi. Dəmir darvaza köhnəlmişdi cümləsində dəmir sözü həqiqi mənadadır. Digər cümlədəki dəmir isə bənzətmə mənasındadır. Yəni möhkəm mənasında ifadə olunması üçün həmin dəmir metalına bənzədərək bu sözdən istifadə edilib. Deməli, bu məcazi mənadadır. Pişik dərin quyuya düşmüşdü. Baba dərin fikrə getdi. Sizcə hansı cümlədə məcazi mənalı söz var? Əlbəttə ki, B variantındakı dərin sözü məcazi mənalıdır. Keçək növbəti tapşırığımıza. Verilmiş sözlərin lüğətdəki izahlarından məcazi mənanı seçin. Yumşaq sözünün lüğətdə iki mənada verilib izahı. Birinci, bərk olmayan, ikinci isə xoş, mülayim. Gəlin həmin sözlərin nümunələrinə baxaq. Yumşaq yastıq, yumşaq xasiyyət. Yumşaq yastıq həqiqi mənadadır. Lakin xasiyyətin yumşaqlığı isə məcazi mənadadır. Deməli, burada ikinci məna məcazidir. Qızıl sözünə baxaq. Qızıl sözü iki mənada işlədilib. Sarı rəngli qiymətli metal, ikinci mənası isə çox dəyərli, çox gözəl. Məsələn, qızıl üzük, qızıl əllər.
Əlbəttə ki, qızıl üzük həqiqi mənadadır. Lakin qızıl əllər ifadəsində qızıl sözü məcazi olaraq verilmişdir. Növbəti tapşırığımıza baxaq. Nöqtələrin yerinə elə söz yazın ki, cümlədəki feil məcazi məna ifadə etsin. Nümunəyə baxaq. Görürük ki, burada vaxt uçur cümləsində vaxtın uçması məcazi məna daşıyır. Bu qayda ilə biz digər cümlələrdə məcazi mənanı müəyyən edək. Pıçıldaşırdı. Sizcə, nöqtələrin yerinə yarpaqlar sözünü qoysaq məcazi məna alınar, yoxsa uşaqlar sözünü? Əlbəttə ki, uşaqların pıçıldaşması həqiqi mənadır. Lakin yarpaqların pıçıldaşması məcazi məna daşıyır. Yazın gəlişinə sevinir. İnsan sevinir, yoxsa təbiət? Təbii ki, insanın sevinməsi həqiqidir. Lakin təbiətin sevinməsi artıq məcazi məna daşıyır. Qaynayır. Çaydanın qaynaması, yoxsa həyətin qaynaması məcazi məna ifadə edər. Çaydanın qaynaması həqiqi mənadadır. Lakin həyətin qaynaması artıq biz burada bir bənzətmə görürük və bu sonradan yaranan ifadə olduğu üçün bu məcazi məna daşıyır. Bizi çağırır. Vətən bizi çağırır, yoxsa müəllim bizi çağırır? Müəllimin bizi çağırması həqiqətdir. Vətənin bizi çağırması isə bir bənzətmədir. Bu məcazi məna daşıyır. Bax belə uşaqlar, bu tapşırıqla bugünkü dərsimizi bitiririk. Növbəti dərsdə görüşərik. Hələlik.